Salam dostlar. Bugün soya şeyler yazıyıq. Dostlar, indi mən maşın olaraq NASCAR-da bunu sürürdüm. İdarə edər bir maşın idi və mənim işimi görürdü şəxsən. Amma mən nə etdim? Getdim hızlı və öfkəliyə baxdım. Və yeni bir dənə maşın quracağıq. Bu maşında Ford olacaq və mavi rəngdə olacaq. Bu maşını modifiyə eləyəcəyik indi. Biraz yana pul yığmışam, amma elə idarə edər, çoxlu pulumuz yoxdur. İndi maşını bir dənə qəşəng gözəlləşdirib, göysələşdirib, iki dənə də yarışa girəcəyik. Ondan sonra da bu videoda burada qapanmış olacaq. İndi nəyimiz var, nəyimiz yoxdur. Aha. İndi bir kələr bunu görünür. Bir dənə toxunaq. Underground'unu. Bunu, bax. Bunu maviləşdirəyəm, ha. Qəribə bir mavidə. Bax, belə tünd mavi. Bax, qəşəng. Tam full olsun. Tamam, çox əla. Çox gözəl. Buradan çıxdıq. Nitro effektlərimiz. Nitro effektimizi bununla maviləşdirək. Bax belə. Nə bir dəqiqə ya? Underground'un mavi, qırmızı olub ki. Gözləyim dəqiqə bunu dostlar düzəltək. Bax belə. Çox qəşəng. Jant alaq. Deyəvə almışam elə özüm. Bax, bu jant çox zordur. Bazen jantın rəngini qaraya hər zamanki kimi. Ya da bəlkə də ağ eləyə bilərik. Yox, qara. Bəlkə mavi yapasın. Mavi çox uşaq suqoy görünür. Ən qəşəngi qaradır. Dostlar, indi buradan da çıxırıq. Jantlar, kliplər. Bunu mavi eləyək. Qəşəng. Bu nədir? Hə, üst görünüşdür. Onu almışam. Bir dəqiqə, çox qəşəng bir üst görünüş gördüm. Bu bayağı zordur bu arada. İstəyirsiniz bundan sonraki bir dənə də maşın alarıq, bir dənə də o birisi modeli alarıq. O birisini də o formada eləyərik. İndi dostlar, bu maşın mənim üçün driftçə fason olacaq. Ona görə motorunu, yarış motoru fullədim. Məncə 1 milyon zadım gedəcək. Spansiyonlar yüksəldi. 15. Dörtlü motor. Turbo. Getdi bütün pulum. Yəni fakirləşirik. Frenlər. Frenləri yarış frenləri eləyək. Çünki yarış frenləri işte yəni. Yarışdır kardeşim. Yəni 7 milyon düşəcəyik. Lastiklər. Yarış lastikləri. Kavrama lastiklər də ola bilərdi. İndi azotumu güclü eləyirəm. Nədən 7 milyon düşdüm? Sürücünü. Burada 4'e yox. Hə. Bizə bu lazımdır elə. Arxaya. Daha doğru. Dostlar. Frenlərə bax. Frenlər coşur da. Amma belə hızlanması, daşıması, hər şey çox mükəmməldir. Dostlar, bu videom da öyle biraz kısa olacaq. İndi gedək. Bunu denəyək. Çox qəşəngdir. Və sonra da dostlar bir dəqiqə. Sonra da bu NASCAR Ford'dur. NASCAR Toyota'dır. Bir dənə də o birisini də alacağım indi. Bir gün. Yəni başqa bir dənə videoda. Bunun indi driftini sınayacağıq. Çıxaq. Bir dənə qaza basaq görək. Mənim nə görə bilərim var? Gedim biraz. Qardaş. Qardaşım bayağı şeydir. Hətta birinci NASCAR girməyək gəlin. Gəlin dostlar. Gəlin dostlar. Eyrənək. Eyrən. Eyrək gülək. Eyrənək. Bir driftə fason bir şey girək. Məsələn bu. Bunu girə bilərik. Ya da ilk əvvəl bunu girək, ondan sonrasına baxaq. Bunu biraz sürək. 50.000. Verirsə çox təmiz olar. Ən azından xərclədiyim pulu çıxardım da. Dostlar, indi yarış başladı. Dostlar, bu arada bundan sonraki video çox güman hızlı və öfkəlidəki Han karakterinin maşınını qurmaq olacaq. Çünki onun elə bir dənə yorumlarda dostumuz yazmışdı ki, Han'ın maşını Mazda RX 7 olmalıdır. Onu qur, mən onun üçün bir dənə qəşəng maşın tapacağım. Tam onun kriterlərinə uyğun. Bir dənə ondan düzəltəcəyik. Drift bu arada qəşəng görünür. Amma bu drift maşını deyildi. Bir dəfə də drift maşını düzəltməliyik. Bu da sözümüz olsun. Bundan keçdik. Bu arada yarışı 2 dəfə oynamışam da. Bir dəfə videoda oynamışdım. Bir dəfə də videodan xaric oynamışam. Ondan sonra da bir yarışı heç oynamamışam.
Çox dönür. Biraz qaza basıyıq. Bu arada mən 1 dəqiqə keçdi. Mən gecikdim çox kimi. Bu. Sonra bu. Tamam. Bir tane nitron götürək. Nitron götürənmədik. Olsun. Nitron götürək. Uf, tərtəmiz. Divarla oyna. Divarla oyna. Tamam. Qəşəng. Biraz uça. Bitir. Olmayın. Tamam. Qəşəng. Burada bu. Burada bu. Burada buydu. Olmadı. Neyse. Oyunu hala ne kadar var? Ben bu yarışı... Karanlık yollardan geçtik, zehir gibi sular içtik. Bir yanımızda ölüm, bir yanımızda yar sevdik. Bir değil bin bir kere Sırat köprüsünden geçtik. Cehennemde ne milletin ta göğsünü deldik geçtik. Bu yolda dönenler oldu, mum gibi sönenler oldu. Yar göğsüne baş koymadan vurulup düşenler oldu. Bu yolda dönenler oldu, mum gibi sönenler oldu. Yar göğsüne baş koymadan vurulup düşenler oldu. Hayda. 20 saniye nazat qaçıracağım, mən sizə deyirəm. 20 yox hətta. 16 saniye ilə qaçırdım. 17. Orada toqquşmasaydım bir neçə yerə pulu götürəcəkdim. 25 saniyeymiş hətta. Daha da az. Ama bak maşın bayağı iyi kayır. Kardeşim gel VS. Heh gelsin. Gelsin be gülüm. VS atak hadi gel. Gel gülüm gel. 2 nəfər. Ouch. Hadi gel. Gel. Gelmirsən. Sen niye gelirsən tek gelirsən? Gel multiplayer girək. Gel. Ya gelirsən. Gelin lan ula. Neyse tek girək. Multiplayer girsəydik çox daha yaxşı olardı. Deyəsə 8 milyon 500 milyon maşını almamağım gəlir artıq. Drift car düzəltəcəm. Şey serisi düzəltəcəm şu an. Ya da o KD'nin maşını olarak oynamalar. Bilmem bakar indi. Bundan sonraki videoda çoxunluqla ya para kazanma videosu olacaq ya da ki Mazar X7'ni düzəltdiyim video olacaq. Mənim maşın çox tez qayır. Ki yəni məncə belə olmamalıdır. İndi bunu bir dənə divardan sürtünməyəni yoxlamalıyıq. Pode. Bu arada Você sabe que o Livinho vai te olhar. Pode sentar. Pode sentar. Pode sentar. E se tiver muito... Você sabe que o Livinho vai te olhar. Pode sentar. kişisel konumu kırdım. Değil. Toyota yok. En yaxşısı Toyota'ymış diyəsən. Neyse dostlar, bu videomuz bu kadar idi. Maşın belə alındı. Hamımızla görüşənə dək. Bay bay.